İndi də gedirik xan qalasına baxmağa, sonra da gedəcəyik xanın daşına baxmağa. Hansı xan? Mustafa xan. Bildiyim qədərilə Mustafa xan Şamaxı xan olub. Yaylağı Fitdağ olub, qışlağı da indiki Xan kəndi. Ona görə elə Xan kəndi deyirlər də ora. Yəni xanın kəndi. Gəldik çatdıq Mustafa xanın qalasına. Hə, amma bu boyda qalanı mən o xana yaraşdırmadım. Çox balacaymış qalası. İndi hələ bunun görək, bəlkə də mən fikirləşirəm daşı bundan böyüdür. Gedək, yolçu yolunda gedək. Ayşən, sən mən nə deyim? Gizliskanlıqlarla bizi gətiribdi. Dalaq-dalaq olmuşuq, buna bax. Nə bura lazımdır, qardaş? Nə şahlaqdır kimdir? Deyinir. Bax, bu əzəvəziyyətlə sizin üçün video çəkirəm. Buna bax, çolluqlara bax. Bəyənin, paylaşın, takip edin. Bir yarım saatdan çox da azıb qalmışıq. Artıq tapdıq. Gəldik burada bir dənə bulaqda tapdıq. Axır ki, ciyərimiz yanır susuzdan. Buna bax. Neçə illərdir baxan yoxdur, bir güclə. Mənim vəziyyətimə baxın dostlar. Buna bax, buna bax. Çolluq, çostuq. 5 saatlı yoldayıq. Axır ki, gəlib çatmışıq. Gəzə-gəzə, çol-çosla. İndi başlayırıq, bismillah, yeyib içməyə. Kasıbın olanından. Gəldik, çıxdıq xan daşına. Mustafa xanın daşına. Gəlib xan daşında gördük. İndi qaydırıq evə. Vlogumuz sona çatdı. Videonu bəyənin, paylaşın, komment yazın. Sağ olun, sağlıqla qalın.